Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 6-cı siniflər üçün hazırlanmış monitorinq yeni nəşr test toplusundan 6-cı monitorinq riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir ki, verilən hasildə əmsalı tapın. Əmsalı tapmaq üçün ilk diqqət edirik nəyə? Bizə verilən ifadədə deməli 1, 2, 3 sayda mənfi iştirak edir. Demək ki, cavabımız mənfidir. Ardınca əmsallar verilən ədədlərin hasilləridir. 1,5/3 ilə 1,2/1-in hasilini tapırıq ki, qarşı ədədlər olduğuna görə bunları düzgün olmayan kəsrlərə çeviririk. Olur 5/8 vurulsun 2/3. Hasilləri tapdıqda ixtisarlar aparırıq. Hər ikisini 2-yə bölsək 4. Cavabımız olacaq mənfi 5/12. Bu bizə verəcək mənfi 2,5/2. A variantı. 52-də uyğunluğu müəyyən edin deyir. Deməli, hər birində əmsallar tapmaq lazımdır. Birinci ifadənin açılışını yazsaq, bizə verəcək deməli 6x plus 3 minus 3 plus 2x. 3-lər islah olur. Toplasaq cavabımız 8x edir. Əmsal 8-dir, D variantı. Deməli 1-ə D. B-də 1-ə A yazıb yanlışdır, 1-ə C yazıb, 1-ə C yazıb yanlışdır. Elə doğru cavabımızda digərlərini axtarsaq A variantındakı cavabı verəcək. 53-cü sualda x-12 olduqda ifadəsini sadələşdirin deyir. Deməli, vururuq, mötərizələri azad edirik. 6x minus 15 minus 7-ni 15-ə vururuq. 105 plus 42x bərabərdir. Deməli, 6x ilə 42x-i toplasaq 48x edir. Mənfi 15 çıxırıq 105-i edir cavabımız mənfi 120. Bizim indi edəcəyimiz, deməli, 48-i mənfi 12-yə vururuq və alınan cavabdan 120-ni çıxırıq. 48-i 12-yə vurduqda 576, mənfi 576 çıxırıq 120-ni. Cavabımız 696 mənfisi ilə yanaşır. Mənfi 696. A variantı. Keçirik növbəti sualımıza. ABC sübzağının perimetri 116 cm-dir. AB, BC tərəflərinin uzunluqları 3-4 kimi. AC isə sübzağı qeyd edək. Deməli, A təpə nöqtəsi, B təpə nöqtəsi, C təpə nöqtəsi. AB ilə BC 3-4. Deməli, bura 3x, bura 4x-dir. AC, BC tərəfindən 5 cm kiçikdir. Yəni, 4x çıxılsın 5-ə bərabərdir. Perimetri isə 116. Deməli, bu ifadələri toplamalıyıq və hər bir tərəfin uzunluğunu tapırıq. 3x, 4x, 7, üzərinə 4 gəlir, 11x çıxılsın 5, bərabər olur 116. 116-nın üzərinə 5-i gəlirik, 120. 1, x-i tapanda 120, 11-ə bölürük, cavab 11 edir. Deməli, ədədlərdən biri 33-dür, 44-dür. Digər isə 44-dən 5 çıxırıq, cavab 39 edir, yəni A variantı. Bir şagirdin 3 imtahandan topladığı balların cəmi 141. Bu şagird ilk imtahandan 11 bal. Digər 2 imtahandan isə bərabər bal toplamışdır. Deməli, 141-dən çıxırıq 11-i, olur 130. Digərlərində bərabər toplayıbsa 130-u 2-yə bölürük. Cavabımız 65 olur. Sonuncu imtahandan deyiliyinə görə cavab ilə 65 götürürük. Sadələşdirin deyir. Deməli, 83-dən çıxırıq 192, 109, mənfi 109 olur. Üzərinə əlavə edirik x. Y-in qarşısında mənfi olduğuna görə, mötərizənin qarşısında mənfi olduğuna görə mötərizəni açarkən işarə əksinə dəyişir, olur müsbət y. X ilə y-in cəmi isə bizə mənfi 73 verilib. Deməli, 109-un üzərinə 73 gəlirik və cavabı da mənfi ilə götürdük. Mənfi 182. A variantı. Mötərizənin açılması üstündən istifadə edərək düzbucaqlının sahəsini tapın. Deməli, burada digər tərəfdə 6-dır. İlk 6-nı mötərizələrdən istifadə etmək istəsək, 8 plus 3-ə vururuq. Bunu vurarkən də 6-ı 8-ə vururuq. İlk 48 olur. Üzərinə gələk 6-ı 3-ə vururuq, 18 eləyir. 48 ilə 18-i toplasaq, cavab 66. B variantı. Verilən ifadənin əmsalını soruşur. Əmsalını soruşmaq üçün diqqət edirik. Yenə də 3 dənə mənfi var.
və hasilləri mənfi edəcək. Deməli 2,6/5-i düzgün olmayan kəsrə çevirək. 12, 17 edəcək, vurulsun. 3,3/1 isə bizə verəcək 3/10. Və bunların hasillərini tapsaq, olacaq. 2-ləri ixtisar aparsaq, 3 aşağıda, 5 yuxarıda. 85 bölünsün 9. 9,9/4. B variantı. Həll edin deyir. -5x -12x edəcək 17x sağa keçiririk, müsbətidir. 19 ilə 15-in cəmi bizə verəcək 34, 34-ü 17-yə bölünür, cavabımız 2. Oxşar toplananları islah edin deyir. Deməli, x olan ifadələri bir sadələşdiririk. 14-də 3 bizə verəcək 28-də 6x-ı, çıxırıq 28-də 5x edəcək 28-də 1x. Ardınca y qalanları bir sadələşdiririk. 1,24-də 11-dən 12-də 7 bizə verir 24-də 11. 24-də deməli 2-yə vurduğumuza görə 14-ü verir. 1,24-də 1-in kəsr hissəsi deməli 2-cinin kəsr hissəsindən kiçikdir. Ona görə biz bunu düzgün olmayan kəsrə çevirək. Cavabımız olacaq. Deməli 24-də 35. 24-də 35-dən çıxırıq 24-də 14-ü edir 24-də 21. Y. Deməli alınan qiymətlərə baxaq. 28-də 1x üzərinə gəlir 24-də 21. 24-də 21-i sadələşdirsək, 3-ə ixtisar aparsaq 8-də 7 alınır. Deməli cavabımız C variantı. Tənasübün məhsul həddini tapın deyir. Deməli, orta və kənar hədlərin hasillərini yazırıq. 2,1 3-ə vururuq, 6,3x bərabərdir. 2,1-i 6,3-ə vururuq. Və buradan 6,3-lər eyni olduğuna görə x-in qiyməti elə 2-1-ə bərabər olur. Yəni 0,5. Məhsul x-in qiyməti mənfi 23-1 verib. İfadəni sadələşdirin. Deyir 7,3 ilə 4,2-ni toplasaq, mənfi 11,5 edəcək. Doqquz ilə 4-ün də fərqi bizə 5 verir. İndi biz 11,5 bunu çevirsək, adi kəsrə olacaq 10,115. 10,115 vururuq 23-də 1-ə. Hər ikisi mənfi olduğuna görə daha müsbət şəkildə yazırıq. Deməli, üzərinə edirik 5-i. 115-i 23-ə bölsək, cavabımız 5 edəcək. 10-da 5 bizə verəcək 2-də 1. Deməli, 2-də 1-in üzərinə 5 əlavə etsək, cavabımız 5,5 müsbət. Deməli, 63-də A-nın qiymətini istəyir. X-in qiymətinə baxaq. 4x bərabər olacaq. 3-ü sağa keçirsəm, toplasam 9 ilə 3-ün cəmi 12. X-in qiyməti 12-ni 4-ə bölürəm 3 edir. A-nın qiymətini taparkən 5x çıxılsın 18 yazıram. 5-i 3-ə vururam 15. 15-dən 18 çıxanda cavabım mənfi 3. A variantı. Deyir, verilənlərə görə ifadələrin hansı həmişə müsbətdir? Baxırıq nəyə? A-nın qiyməti müsbətdir. A kvadrat olacaq müsbət. Deməli, qarşısına mənfi var, sonra müsbət gəlir. Sonra B üstü 4 həmişə müsbətdir. C müsbətdir. Bu, əgər deməli, tək sayda mənfi varsa hasildə müsbətlərə baxmırıq. Tək sayda mənfi varsa cavabımız mənfidir. Deməli, bu mənfidir. A ilə B-nin hasili A müsbətdir, B mənfidir. Yenə də bir dənə tək mənfi var deyə cavab mənfi olacaq. B ilə C. B mənfidir, C müsbətdir, hasilləri mənfi olacaq. A, B, C-ni göstərir. Deməli, A, B, C-də A müsbətdir, B mənfidir, C müsbətdir. Verilən ifadələrdən hamısında mənfi alınır cavabımız. Deməli, A kvadrat bir də baxaq. A kvadrat müsbətdir, B mənfidir, üstü 4 müsbət olacaq. C müsbətdir. Verilən ifadələrdə hamısında cavablar mənfi alınır. 65-ə baxaq. Bərabərsinin tam həllərinin cəmini soruşur. -6 ilə 0 arasında yerləşən ədədlər -5,
mənfi 4, mənfi 3, mənfi 2 və mənfi 1. Bunların cəmini tapırıq. Deməli, 5 edir, 5 edir. 3 dənə 5, 15. Cavabımız mənfi 15. C variantı. 2 ədədin cəmi 100-dür. Birinci ədədin 8-də 3-ü, ikincinin 25%-nə bərabərdir. 25% 4-də 1-dir. Deməli, 8-də 3. 8-də 3 A bərabər olacaq 4-də 1 B-yə. Bizdən istədiyi bu ədədləri tapın deyir. Buradan A bölünsün B-nin qiymətini yazmaq istəsəm, olacaq 4-də 1 bölünsün 8-də 3. 4-də 1 vurulsun 3-də 8 yazırıq. Bu bizə verir 3-də 2. Deməli, biz A-nı 2x, B-ni 3x yaza bilərik. Toplasaq 5x edir. 5x-in qiyməti 100-ə bərabər olanda x-in qiyməti 20 edir. 20-ni 2-yə vururuq 40 edir. 3-ə vururuq 60 edir. Cavabımız A variantı. 3 sinifdə 65 şagird var. 1-ci sinifdə sinifləri qeyd edək. 1, 2, 3. Deməli, 1-ci sinifdə 2-ci sinifdən 3 nəfər çoxdur. 1-ci sinifdə 2-ci sinifə x götürsək 3 nəfər çoxdur deyir. 3-cü sinifdən 2 nəfər azdır. Deməli, 3-cü sinifdə 1-dən 2 nəfər çoxdur. X plus 5 olur. Ümumi 65 şahid var deyirsə 3x plus 8 yazırıq 65. 65-dən çıxırıq 3-ü 57. 3-ə böləndə 19. X-in qiyməti 19-dur. Hər sinifdə neçə şagird var deyir. 19-un üstünə 3 gəlir 22. 19, 22 və 24. 19, 22, 24. B variantı. 2 kitaba 13,5 manat pul verdilər. Birinci kitabın qiymətinin 35%, ikincinin 28%-nə bərabərdir. Deməli, A vur 35 bölü 100 bərabər B vurulsun 28 bölü 100. 100-ləri ixtisar aparırıq. Hər birini 7-yə bölürük. Olur 5A bərabərdir 7B. Daha doğrusu 7-yə aparanda 5A bərabərdir 4B olacaq. Buradan da A-nın qiymətini 4x, B-nin qiymətini 5x yaza bilərik. Ardınca bizdən istədiyi hər kitabın qiymətidir. Bunların ikisini toplasaq 9x 13,5 olur. X-in qiymətini tapanda 13,5-i bölürük 9-a. Bir tam onda 5. Deməli, x-in qiyməti 1,5 olur və hər birinin ayrı-ayrılıqda qiymətini axtaranda 4-ü 1,5-ə vuranda 6, 5-ə vuranda 7,5. A variantı. Bir su ambarın 4-də 1-i su ilə doludur. Ambara 4-də 1 dediyi x-i 4 yerə bölürük. Ambara 18 litr su əlavə olunur və ambarın 5-də 2 hissəsi dolar. Yəni x-in 5-də 2 hissəsi odur. 5-də 2-ni x-a vururuq. Deyir ki, su ambarının tutumu neçə litrdir? Məsələn, şərtinə uyğun tənlik aşağıdakılardan hansıdır? Su ambarına uyğun x-in qiymətini tapmaq olur, amma variantlarda yoxdur. Ayrıca, deməli, şərtinə uyğun tənlik qurmaq istəsə, elə alınan A variantı doğru cavabdır. Buradan da həll edib x-in qiymətini tapmaq olar. Dəyişən hansı qiymət ifadəsinin qiyməti digərinə bərabərdir? Yazırıq ki, 5x plus 11 bərabər 3x plus 21. 5x ilə 3x-i bir tərəfə keçirir. Olur 5x çıxılsın 3x. 21 çıxılsın 11. Fərqinə baxsaq 2x bərabər 10. X-in qiyməti 5. X-in qiymətini soruşur. Cavab B variantı olur. Bərabərsizliyində x-in ən böyük qiyməti neçədir? Deməli, 4x çıxılsın 3x yazırıq. Kiçikdir. Mənfi 5 sağa keçir olur müsbət. 5 ilə 10-u toplayırıq. X kiçik olacaq 15-dən. Ən böyük qiyməti 15-dən kiçik ən böyük qiymət 14-dür. 72-də tənliyi həll edin deyir. Açılışını yazaq. 3-ü 2x-a vururuq eləyir
6x çıxılsın 3 çıxılsın 5x plus 15. Sonra üzerine əlavə edirik. 18x minus 24 bərabərdir 26. Sadələşdirək. Deməli 6x 5x çıxırıq. X qalır. X'in üstünə 18x gəlir. 19x edir. Deməli bu hissələri sadələşdirdik. Yerdə qalır. -3 üzərinə 15 gəlir. 12 edir. 12-dən 24 çıxırıq. -12. Sağa keçirik. 26 üstə gəl 12. Toplayanda 38. 38 19'a bölürük. X'in qiyməti 2. Cavabımız 2'dir. Sonra ifadəsinin qiymətini hesablayın deyir. Açılışına baxaq. 23m çıxılsın 17n minus 8'i 4'e vuranda 32m minus 6 8'in 48n. Sadələşdirək. 23m ilə 32m'in fərqi bizə verəcək. Deməli, -9m. Sonra -17 ilə -48'in cəmi bizə verəcək 65n. Deməli, ifadələri sadələşdirəndə m-i 9'a vururuq. 66'nı 9'a vuraq. 594. -594. Minus e-nin qiyməti mənfidir. Deməli 65'in qarşısında mənfidir. Vuranda müsbət olacaq. Deməli 65'i də vururuq 195'e. Olur 1260 12675. 12675'dən də çıxırıq 594'e. 12081. Sonra Nəzrin 84 manat pulu var. O həmin pulun 24 manatına kitab alır. Qalan pulu isə qalan pul deməli 84'dən 24 çıxırıq 60 manat qalır. 12 dəftər alarsa 12 yerə bölürük. Deməli 12 yerə bölsək cavabımız 5 edir. Hər bir dəftərin qiyməti neçə manatdır? 5 manatdır. Fikrimdə bir ədəd tutdum. Tutduğum ədədə bir x deyək. Ədədi 4 dəfə artırıb 4x. Alınan hasildən 15 çıxıb. Alınan fərqi 4'ə vurub. Fikrimdə tutduğum ədəd alır. Bu ədədi tapın deyir. 4x'i 4'ə vuruq 16x. Çıxılsın 4'ü 15'ə vuruq 60. Bərabərdir x-a. 16x çıxılsın yazırıq x bərabər 60. Çıxsaq 15x 60 edir. 60'ı 15'ə bölsək x'in qiyməti 4 alınır. Fikrimdə tutduğum ədədi soruşur. Cavabımız 4 olur.